Bugün Azərbaycanın şəhid milli qəhrəmanları Əsgərova Salatın Əziz qızı və Quliyev Nazim Babiloğlu'nun şəhadət olduğu gündür. Birinci Qarabağ müharibəsi. Təbii ki, Azərbaycan hər tarixində faciələrlə yadda qalmış bir dövr. O zaman Azərbaycan, müstəqil Azərbaycan dövlətinin heç bir ordusu hələ yox idi. Ordu təşkilləşməmişdi. Özünün müdafiə batalyonları yaradılmışdı və bu batalyonların da tərkibində qeyrətli Azərbaycan oğlanları və qızları vuruşurdu. Təbii ki, bu döyüşləri çəkib işıqlandırmaq üçün, yəni ki, Azərbaycan xalqına çatdırmaq üçün, bütün dünyaya çatdırmaq üçün jurnalistlərimiz də döyüşlər atır. Salatın Əsgərov da jurnalistlərdən biridir. Salatın Əsgərov 16 yanvar 1961-ci ildə Bakı şəhərindən vuruldu. O, düzgün yerən döyüşlərdə çəkib televiziyalarda işıqlandırmaq üçün, dünyaya çatdırmaq üçün səsimizi özünü həmin düzgün yerən döyüşlərə atır. Lakin Laçın rayonunda gələn döyüşlərdə 1991-ci il 9 yanvarda Laçın rayonunda gələn döyüşlərdə Salatın Əsgərova qəhrəmancasına həlak oldu. Düşmən gülləsinə tuş gəldi. Allah rəhmət etsin. Quliyev Nazim haqqında günlərlə danışırlar. Çünki Quliyev Nazimin qəhrəmanlığı demək olar ki, qeyrətli Azərbaycan oğlanlarına və o dövrdə döyüşən insanlara gəldi. Quliyev Nazim 1965-ci ildə 7 fevral Beyləqan rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başladığı zaman Nazim də döyüşlərə atmışdı. Bir çox qəhrəmanlıqlar göstərmişdi. Lakin 1992-ci ildə 9 yanvarda Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmanımız qəhrəmancasına həlak olmuşdu. Biz də Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyi adından hər iki qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlarımızla görüşərik. Allah rəhmət etsin.